Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bugün səhər saatlarında icra edilib. Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb. Qeyd edək ki, ötən ay İranın məhkəmə ədliyyə sisteminin sözçüsü Əskər Cahangir Azərbaycanın Tehrandakı səfirliyinə hücumu törədənin şəxslə bağlı hökm barədə sualı cavablandırarkən yekun hökmün çıxarıldığını bildirib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs Kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əskarovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.